Biskviti alınmayanlar bu reseptlə ilk dəfədən iri ölçüdə 30 nəfərlik çox ləzzətli, hündür bir biskvit tortu hazırlaya biləcəklər. Videomu sona qədər izləməyi unutmayın, çünki bütün detalları ilə izah edirəm. Əvvəlcədən qeyd edim ki, tortumuz 2 korjdan ibarət olacaq. Ümumən reseptdə 16 dənə yumurtadan istifadə olunur. Yəni 8 ədəd yumurta birinci korja və 8 ədəd ikinci korja. Yumurtanın ağını sarısından ayırırıq və yumurta sarılarına 1 paket vanil əlavə edib ağarana qədər qarışdırırıq. Və daha sonra 8 ədəd yumurta ağına 1 çimdik duz əlavə edib mikserlə köpüklənənə qədər qarışdırırıq. Bu cür köpükləndikdən sonra üzərinə 1 stəkan yarım şəkər tozunu hissə-hissə əlavə edirik və əvvəlcədən mikserin aşağı sürəti ilə, daha sonra sürəti yavaş-yavaş artırmaqla tam həcmi artıb qatılaşana qədər qarışdırırıq. Biskvitin gözəl alınmasının səbəblərindən biri də yumurta ağlarının mikserlə yaxşı çalınmasıdır. Yəni bu mərhələdə tənbəllik etməyin, yumurta ağlarını yaxşı çalın və həm də un seçiminə də önəm vermək lazımdır. Keyfiyyətli, yaxşı unlardan istifadə edin ki, biskvitiniz bişdikdə havası düşməsin, normal hündür biskvit əldə edə biləsiniz. Və əvvəlcədən çaldığımız yumurta sarılarını bu kütləyə əlavə edib qaşıqla yavaş-yavaş qarışdırırıq. İki stəkan və 1 dolu xörək qaşığı unu da ələkdən keçirərək əlavə edirik. Onun hamısını birdən əlavə etməyin, hissə-hissə əlavə edin və üzərinə 1 paket qabartma tozunu da əlavə edib qaşıqla aşağıdan yuxarıya tərəf yavaş-yavaş, çox ehtiyatla qarışdırırıq ki, xəmirimizin havası yatmasın. Yumurta sarıları olan qaba 6 xörək qaşığı qaynar su əlavə edib mikserlə köpüklənənə qədər qarışdırırıq. Və sonda da bu qarışımı da xəmirimizə əlavə edirik. Ölçüsü 38 olan formanın aşağı hissəsinə yağlı kağız sərib xəmirimi bura əlavə etdim və formanın kənarlarını yağlamadım, çünki biskvit xəmirində bunu qətiyyən etmək olmaz. O zaman biskvitiniz ortadan qalxacaq, amma kənarlardan qalxmayacaq, yəni eyni səviyyədə alınmayacaq. Ona görə də buna mütləq diqqət yetirin. Sobamızı əvvəlcədən 180 dərəcədə isidib bişiririk. Mənim sobamda 25 dəqiqəyə hazır oldu. Birinci korjumuz artıq bişdi, soymasını gözləyirik və ikinci korju da eynən bu qaydada hazırlayırıq. Onu videoda göstərməyəcəm ki, video çox uzun alınmasın. Kremi üçün 500 qram yumuşaq kərə yağını mikserlə ağarana qədər çalırıq. Yağa 2 banka bişmiş qatılaşdırılmış südü hissə-hissə əlavə edirik. Yağla qatılaşdırılmış süd tam qarışana qədər çalırıq. Sonda bura 2 paket vanil də əlavə edirik. Və axır ki, keçirik ən asan məsələyə, tortumuzu yığmağa. Hər korju süd ilə isladırıq və arasına krem çəkirik. Üzərinə zövqə görə xırdalanmış qoz da əlavə eləyə bilərsiniz. Bu cür çox ləzzətli alınır.
Tortun üzərini bəzəmək üçün də biraz xırdalanmış qoz, damla şokolad və tort bəzəklərindən istifadə etdim. Tortu bir gecə soyuducuda saxladıqdan sonra servis etdim. Nəticədə çox gözəl, möhtəşəm, çox ləzzətli bir tort alındı. Bu resept əslində mənim anamın reseptidir. Uzun illərdir ki, bu cür hazırlayır. Bu dəfə dedim ki, mən də hazırlayıb sizlərlə paylaşım və gördüyünüz kimi çox da gözəl alındı. İnanıram ki, biskviti alınmayanlar bu reseptlə hazırlasalar ilk dəfədən alındıracaqlar. Mütləq sınayın. Əgər videomu bura qədər izlədinizsə, çox-çox təşəkkür edirəm sizlərə. Videomu like edib kanalıma abunə olmağı unutmayın ki, mənə də, anama da xoş olsun. Gələn videolarda görüşənədək inşallah hələlik.